Değerli müəllim və şagirdlərimiz, hər birinizi növbəti videomuzdan salamlayıram. Artıq biz sizlərlə Bizans mövzusunun izahına gəlib çatmışıq. Və elə birinci sualdan da başlasaq, birinci sualda bizə deyilir ki, amma sualdan əvvəl bir şey qeyd edeyim, nə qədər yadımdan çıxmamış. Kanalın açıqlamasında bizim WhatsApp linkimiz olacaq. Oradan sizin dərslərinizi və ya işlərinizi asanlaşdıracaq məlumatlar veriləcək. Həmçinindəki dərslərimiz haqqında da məlumatlar olacaq. İstər pulsuz, istərsə də ödənişli dərslər haqqında. Yəni, kanalımızdan da faydalana bilərsiniz. Birinci sualda bizə deyilir ki, Bizans 11-ci əsr tarixinə aiddir. Slavyanların imperiya arasında məskunlaşması bu 11-ci əsr deyil, ondan əvvəldir. Vanda krallığının işğal edilməsi bu Justinian zamanındadır, 6-cı əsrdir. Oskot krallığının işğal edilməsi o da əvvəldir, Justinian vaxtıdır. Səlcuqlu hücumuna məruz qalması biz bilirik ki, 1071-ci ildə Malazgirt döyüşü olmuşdu Bizansla Səlcuqlar arasında. Bizans məğlub olmuşdu, belə budur. Sofiya kilsəsinin qarət edilməsi bu Xaçıların 4-cü yürüyüşüdür. Bu da 13-cü əsrdir, 1200-lərdir. Uyğunluq istəyir bizdən. Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrdə Avropa və Asiyada. Qaraqoyunlu dövləti deməli 1410-cu ildən 1468-ci ilə qədər olan bir dövrdə mövcud olub. Bu dövrdə Avropada Bizans imperiyasının son qoyuldu. 1453, bəlli düşür bura. İspaniya krallığının yaranması 1470-lər, xeyir düşmür. Səlibçilərin Qüdüsdən qovuldu. Təbəriyyə döyüşü nəticəsində idi. Bu 12-ci əsrdir, 1187-ci il idi. Bu düşmür. Deməli, 1-ə yalnız hələ ki adı, 2-də Asiyada. Şeybanilər Heratı ələ keçirdi, yəni Teymurilərin süqutu 1507-dir, düşmür. Dehli sultanlığı mövcud idi, 1206-dan 1526-cı ilə qədər doğrudur. Çində Yuan sülaləsi 13-cü əsrdir. Çingiz xanın nəvəsi. Bir anlıq adı yadımdan çıxdı. Xubilay xanın zamanından. Bəli, o da 13-cü əsrdə düşmür. Deməli, burada yalnız 1-ə A, 2-yə də B variantı, yəni Y doğru cavabdır. Üçüncü sual. 11-ci əsrdə Bizansın Səlcuqlular tərəfindən ələ keçirilən ərazilərini müəyyən edin. Bizans Səlcuqlular Malazgirt döyüşü bu ərazidə olmuşdu. Səlcuqlular da ondan sonra ta ki buralara qədər işğal etmişlər Məlikşahın zamanında. Bizans torpaqları isə bu beləncə bir ərazini əhatə edirdi. Belə. Səlcuqlardan sonra bu ərazi açıq Səlcuqların idi, Bizansın idi, amma Səlcuqlar tutdu. Yəni 5 cavab kimi götürülə bilər. Dördüncü sual. Bizans imperiyası hücumuna məruz qalmışdır. 5-ci əsrdə deməli, Axunların, bəli, Attilanın 433-447 müqavilələri, Axunların xeyr, Avropa Hunlarının Frank krallığının hücumuna məruz qalmayıb. 6-cı əsrdə Göytürklərin, bəli, İstəmi xanın zamanında Xəzər xaqanlığı ilə Bizans arasında xeyr, Xəzər xaqanlığı 6-cı əsrdə yaranıb. 6-cı əsrdə, daha doğrusu 7-ci əsrdə süqut edib Xəzər xaqanlığı. Sasanilərin hücumuna, bəli. 7-ci əsrdə isə Mehranlıların hücumuna xeyr, Ərəb xilafətinin hücumuna məruz qalmışdı. Deməli, 1-ə B, 2-yə A və C, 3-ə də B variantı. C variantı doğru cavabdır 4-cü sualda. 5-ci sual edir Venn diaqramı D-yə aid olan istəyir. Yəni, Bizansla Şirvanşahlara aid oxşar cəhət. Yəqin ki, Səlcuqlarla mübarizə ola bilər. 11-ci əsrin ikinci yarısında Səlcuqlulara xərac verilməyin qəbul edilməsi bəli. Çünki 1066-cı ildə Şirvanşahlar 1071-ci ildə Malazgirtdən sonra Bizans qəbul eləmişdi Səlcuqlulara xərac verməyi.
Bizans imperiyasından fərqli olaraq birinci Göytürk Axund dövləti birinci Göytürk Sasanilərlə müharibə etmişdir. Birinci Göytürk Sasanilərlə müharibə Bizansdan fərqli olaraq deyirsə, xeyr, bu hər ikisində var idi. Sonra xalqların böyük köçündən sonra yaranmışdır. Əslində biz birinci Göytürkün Sasanilərlə müharibəsini biz görmürük. Xeyr, görmürük. Sasanilərlə ittifaq qurub Axundları süquta uğradıblar, amma Sasanilərlə müharibəsini görmürük. Xalqların böyük köçündən sonra yaranması xeyr, olunmur. Çini asılı vəziyyətə salmışdır, bəli. Bunu Göytürk eləyib, Bizans eləyə bilməyib. 2-də isə Axund dövləti 4-cü əsrdə yaranmışdır. Xeyr, 5-ci əsrdə yaranıb Axundlar. Məzdəklər hərəkatını yatırmaqda Sasanilərə kömək etmişdir. Bəli, ediblər. 1-ci Qubada kömək ediblər. Xəzərlərə özünə tabe etməyib. Bir də C, 2-də B variantını doğru cavab kimi götürə bilərik. Cavab da B. Bizans imperiyası və Xəzər xaqanlığı. Ərazinin bir hissəsinin Rəşidi xəlifələr dövründə işğal edilməsi. Bu gedəcək Bizansa. Cavab da budur. Çünki Rəşidi xəlifələri Xəzərlərlə müharibə aparıblar, amma onların torpaqlarını işğal edə bilməyiblər, məğlub olublar Xəzərlərə. Amma Bizans torpaqlarını tutublar. Digərlərinə baxsaq, Slaviyanların yürüşlərinə məruz qalması hər ikisini götürmək olar. Mehranlı ilə diplomatik münasibətlərin yaradılması hər ikisi. Ərəblərin hücumuna məruz qalma hər ikisi. Cavanşirin qoşunları tərəfindən Alban hökmdarı Cavanşirin qoşunları tərəfindən məğlub edilməsi heç biri. Bizans, Sasani və Xəzərlərə aid olanlar istəyir. Xilafət qoşunlarının hücumuna məruz qalması hər üçünə şamildir. Musəviliyin dövlət dini elan edilməsi bu Xəzər xaqanlığıdır. Mehranlıların Rəşidi xəlifələrinə qarşı mübarizədə müttəfiq olması. Rəşidi xəlifələr deyir, diqqətiniz olsun, Sasanilər. Malazgirt döyüşündə məğlub olması, Bizans. Sərmidan döyüşündə məğlub olması. Sasani. Burada bir dənə Rəşidi xəlifələrinə qarşı mübarizədə kömək etməsi. Əslində biz burada bax bir dənə incə nüansı var. Bu C-ni 4-ə götürməliyik. Niyə? Çünki Rəşidi xəlifələri Cavanşir haçan Bizansdan görüşə getmişdir? 654-də. 654-də hələ Rəşidi xəlifələri hakimiyyətdə idi. Çünki 661-ə qədər hakimiyyətdə qalıblar. Hələ Rəşidi xəlifələri hakimiyyətdə idi. Və Cavanşir Bizansdan görüşə gedən zaman kimə qarşı belə deyək də müqavilə bağlamışdı Bizanslar? Rəşidi xəlifələrinə qarşı. Ona görə də biz burada Bizans imperiyası ilə Sasaninin oxşar cəhətini Rəşidi xəlifələr götürə bilərik. Mübarizədə müttəfiq olublar, bəli. Bizansdan da 654-də ittifaq bağlayanda Rəşidi xəlifələrinə qarşı bağlamışdı. Lakin sonradan Əməvilər gəlir hakimiyyətə, gedir Muaviyə ilə görüşə. Burada bir incə nüans var idi, orada diqqətli olmaq lazım idi. 1-də D, 2-də Y, digər yerdə uyğun gəlir. Bizans imperiyasının birinci Göytürk xaqanlığı ilə oxşar, Avropa Hun dövlətindən fərqli xüsusiyyətlərini istəyir. Xəzərlərin tabe edilməsi xeyr. Sasani dövləti ilə mübarizə aparması. Aha, budur. Əslində Göytürklər Sasanilərə mübarizə aparıb, doğrudur. İndi dəqiq olaraq yadıma düşdü, doğrudur. Deməli, Bizans imperiyası Göytürklərin oxşar cəhəti Sasanilərə mübarizədir, amma Avropa Hun dövləti Sasanilərə mübarizə aparmır. 10-cu sual. Bizans dövləti ilə Axund dövlətinin oxşar cəhətlərini istəyir. Eyni əsrdə yaranmaları. Bəli, hər ikisi 5-ci əsrdə yaranıb. Sonra ərəblərlə müharibə aparmışdır.
Axunla ərəblərlə mübarizə aparmayıb. Sasanilərlə müharibə doğrudur. Xəzərlərin müttəfiqi Bizans olub. 1-3 doğrudur. Bizans İmperatoru Justinianın hakimiyyəti dövrünə aiddir. Vandal krallığının tutulması, bəli. Roma imperiyasının iki hissəyə xeyir, onun zamanında deyildi. Bu Bizans hökmdarıdır Justinian. Sasanilərlə müharibə aparıb. Misir və Suriyanın ərəblər tərəfindən işğalı Justiniandan sonradır. 1 və 3, 12. Ərəb qoşunlarının hücumu. Fələstin Bizansın əlindən çıxması. Fələstinin Bizansın əlindən çıxması, bəli. Səlcuqluların ölkə ərazisindən məskunlaşması, Bizansda quldarlıq qaydalarının feodalizmlə əvəz olunmasının sürətlənməsi. Səlcuqluların ölkə ərazisindən məskunlaşması, quldarlıq qaydalarının feodalizmlə əvəz olunmasının sürətlənməsi, xeyr. Səlcuqlulara aid deyil, bu Slavyanlara aid. Malazgirt döyüşü Bizansın Şimali Afrikadakı torpağı, xeyr, Mərkəzi Asiyadakı torpağı, daha doğrusu Ön Asiyada, Kiçik Asiyadakı torpaqlarını itirdi, indiki Türkiyə. Atilla'nın Şərqi Romaya hücumu Bizans imperatorunun Hunlara xərac ödəməyə məcbur olması, bəli, 434, 447. 1 və 4 doğru cavabdır 12-də. 13. 7-ci əsrdə Bizans imperatorunun ərəblər tərəfindən işğal edilən ərazilərini müəyyən edin. Deməli, bir Misir idi, bir də Suriya, Finikiya, Fələstin idi. Deməli, Suriya, Finikiya, Fələstin 2-yə düşür. Misirdəki 6-ya düşür. 2 və 6. 14. Hər iki xüsusiyyətin aid olduğu ərazi 7-ci əsrə qədər Bizans imperiyasının tərkibində olmuşdur. Rəşidi xəlifələri dövründə müsəlmanlar tərəfindən fəth edilmişdir. Əvvəlki sualla eynidir, 2 və 5. Dövlətlərin süqutunun xronoloji ardıcıllığı Bizans 1453-dür. Səfəvilər 1736-cı ildir. Osmanlı 1922. Bəzəyi 20-də götürür. Qərbi Roma 395. Yox, süqutun deyirsə 471. Deməli, nə getdi burada? 4, 1, 3 və 2. 4, 1, 3 və 2. Bəli. İndi növbəti mövzumuz sizinlə İngiltərədə elə həmin mövzunun da izahını verəcəyik. İngiltərə mövzusunda birinci sualda bizə deyilir ki, verilmiş xüsusiyyətlərin hər ikisi aiddir. Nəyə aiddir? 12-ci əsrdə hər bir azad adam birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. Edə bilərdi. Cəngavərlərdən qalxan pulu adlı haqq alınırdı. Söhbət İngiltərədən gedir. C variantı doğru cavabdır. Sonra 16-cı əsrin ikinci yarısında dəniz ticarətində İngiltərənin əsas rəqibi idi. Təbii ki, İspaniya. Hətta 1588 La-Manş döyüşündə İspaniyanın o məşhur armadasını da məğlub eləmişdi. B variantı 2-də. Üçüncü sualda 15-ci əsrə aiddir. Almaniyada reformasiya və kəndli müharibəsi. Almaniyada reformasiya və kəndli müharibəsi o soru olacaq 16-cı əsrdə. 1500-lərdə. Jakların üsyanı söhbət Fransadan gedir. Fransada Jakların üsyanı 1358-dir. 14-cü əsrdir. İngiltərədə Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi. Tudorlar İngiltərədə 1485-də gəldilər hakimiyyətə. Bəli, bunu da götürə bilərik. Tudorlar hakimiyyətə gəlməsi. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485-dir. Bəli, elə cavab da budur. Bunu da götürə bilərik. Yüzillik müharibənin başlanması 1300-lərdə 14-cü əsrdir. 1337 daha da dəqiq desək. İspaniyanın məğlub edilməz armadasının darmadağın edilməsi 1580, 1337, 1588.
Cavab da C variantı doğru variantdır. Dördüncü sual. Məğlub edilməz armadanın məhv edilməsinin nəticəsində İspaniyanın keçmədi. İngiltərənin dəniz qüdrəti artdı. Bəli. 100 illik müharibənin gedişində baş verən adı buraxılmış döyüşləri müəyyən edin. Döyüşü müəyyən edin daha doğrusu. Kresi, Poitiers və Azincourt döyüşüdür. Burada da tərsi verib. Poitiers döyüşüdür. Mohaç Osmanlıya aiddir. Poltava Ruslara aiddir. Hastings döyüşü bu İngiltərənin öz tarixinə aiddir. 100 illik müharibə aid deyil. Yorktown döyüşü də ki Amerikaya aiddir. 100 illik müharibə dövründə baş verməmişdir. Jakların üsyanı 100 illik müharibənin gedişində olub. 1358-ci il. Orlean mühasirəsinin azad edilməsi müharibənin gedişindədir. Azincourt döyüşü müharibənin döyüşüdür 1415. Kresi vuruşması, yəni Kresi döyüşü 1446-da müharibənin öz döyüşüdür. Verden vuruşması isə xeyir, Verden döyüşü, Verden müharibəsi ümumiyyəti 1-ci Dünya müharibəsinə aiddir. 12-ci əsrdə hər bir azad adamın birbaşa kral məhkəməsinə müraciət etmək hüququnu aldığı ölkə təbii ki İngiltərədir. 9-cu sual. 12-ci əsr vahid kral məhkəməsinin yaradıldığı ölkə yenə İngiltərə. Norman işğallarının nəticəsində İngiltərədə ölkədə kral hakimiyyəti zəiflədi, xeyr. Feodal münasibətlərin inkişafının qarşısı xeyr alınmadı. İri feodallar arasında hakimiyyət uğrunda mübarizə kəskinləşmədi. Kəndlilər üzərində feodal zülmünə son qoyulmadı. Mərkəzləşdirilmiş dövlətin yaradılmasına əsası qoyuldu. Bəli, normal işğalı 6-cı Vilhelmdən söhbət gedir. Daha doğrusu Vilhelmdən söhbət gedir. Vilhelmin işğal nəticəsində İngiltərədə mərkəzləşdirilmiş dövlət yarandı. 1-ci Vilhelm 1066-cı il Hastings döyüşü olmuşdu. İngiltərədə mərkəzləşdirilmiş dövlətin yaradılmasının əsasını qoyuldu. Təbii ki, Normanların işğalı ilə E variantı. Böyük azadlıqlar xaritəsi üçün xarakterikdir. 13-cü əsrdə baş vermiş üsyan nəticəsində imzalanması, bəli. Hastings imzalayır bu xaritəni. Və xartiyanın imzalanması ilə də belə deyək də 2-ci Hastings imzalayır. Xartiyanın imzalanması ilə də bir növ qalxan puludur. Əhalinin belə deyək də kral məhkəməsindən müraciətidir. Hər şeydən əlavə, bunlardan hər birindən əlavə kralın belə deyək səlahiyyətləri də məhdudlaşır. 1215-ci ildə imzalamışdı. Kralın səlahiyyətləri məhdudlaşır bununla da. C variantı doğru cavabdır. İngiltərə kralı 2-ci Henriksin islahatına aid deyil. Feodallardan qalxan pulu adına verginin alınması, bəli. Kral hakimiyyətinin güclənməsi, bəli, gücləndirilməsi. Kral məhkəməsinin səlahiyyətdən artırılması, əhalinin bütün təbəqələrin kral məhkəməsinə müraciət etməsi, bütün təbəqələri demək olmazdı. Azad təbəqəsi demək olardı. Muzlu zəngəvərlərin orduya cəlb edilməsi, bəli. 14-cü sual. İngiltərəyə Fransa 100 illik müharibə aiddir. Maltepe döyüşü Osmanlı ilə Bizans arasında aiddir. Kosovo döyüşü Fransada İsveç arasında olmayıb, Osmanlıya aiddir. Bu müharibəsi Çinlə olmayıb, Roma arasında, Karfagenlə olub. Ankara döyüşü də ki, Serbiya ilə yox, Teymurlərlə olub. 4 və 5 doğru cavabdır, B variantı. 15. (16-cı əsrdə İngiltərənin dəniz ticarəti uğrunda mübarizədə mövqeyi möhkəmləndi. Vətəndaş müharibəsinin başa çatması nəticəsində xeyr, təbii ki, məğlub edilməz armadanın məğlubiyyəti nəticəsində La-Manş döyüşündən sonra. 88-ci ildə baş vermiş döyüşün nəticəsi İspan donanması xeyr, məğlub edilməz armadanın İngilislər tərəfindən darmadağın edilməsi eyni ildə baş vermişdir. Səlcuqların Rəvvadilər dövlətini özlərinə tabe etmək, katolik kilsəsinin parçalanması
Xeyr, eyni ildə deyil. Katolik kilsəsinin parçalanması 11-ci əsrdə rəva edilən özlərinə tabe etməsi. Katolik kilsəsinin parçalanması. Xeyr, Katolik kilsəsi 16-cı əsrdə parçalandı. Xristian kilsəsi 11-ci əsrdə parçalandı. Şah İsmayılın hakimiyyətə gəlməsi, reformasiyanın başlanması. Xeyr. Reformasiyanın başlanması, Şah İsmayılın hakimiyyətə gəlməsi. Eyni ildə deyirsə, xeyr. Biri 1501-dir, biri 1517-dir. Sonra Tudorların hakimiyyətə gəlməsi, bu 1485-dir, 1510 Maraq döyüşüdür. Amasya müqaviləsi imzalanması, paytaxtın Qəzvindən köçürülməsi, biri 90-lardır, biri 1555-dir. Hastings döyüşü Şirvanşahların Səlcuqlara tabe edilməsi, bəli, hər ikisi 1066-cı ildədir. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsinin nəticəsində 100 illik müharibəyə son qoyuldu. Xeyr. Al və al qızılgül müharibələri sonlandı da, yəni burada. Lordlar palatası hüquqları ləğv edilmədi, mərkəzi hakimiyyət gücləndi. Al və al qızılgül müharibələr sonlandı və mərkəzi hakimiyyət gücləndi. Vaxtayla üsyanının səbəblərindən biri yoxsullara qarşı amansız qanunların verilməsi. Vaxtayla üsyanı, yoxsullara qarşı amansız qanunların verilməsi. Bəli, İngiltərədə olmuşdu və az üsyandan biridir ki, yoxsulların ciddi formada ziyanı ilə nəticələnir. Əksər üsyanlarda yoxsullar müəyyən hüquqları alırlar, məğlub olsalar da. O, burada tamamilə əksin oldu. 2-ci Henriksin islahatları, məhkəmə islahatı və hərbi sahədə islahat. Görək elə. Bütün əhali kral məhkəməsinə müraciət edə bilərdi. Bütün əhali deyil. Kral məhkəməsinin səlahiyyətləri genişləndirildi. Muzlu zəngavərlər hərbi xidmətə cəlb edildi. O məhkəməyə aid deyil. Hərbi sahədə baron qoşunlarının sayı artırıldı. Xeyr. Feodallara qalxan pul adlanan xüsusi vergi qoyuldu. Bəli. Azad əhaliyə silah saxlamaq qadağan edildi. Xeyr, bunu da görmürük. 1-ə B, 2-ə də B. C variantını götürə bilərik. 21. İngiltərə və Fransanın 14-cü əsrin ikinci yarısı tarixlərindəki ümumi cəhəti müəyyən edin. Yəni 1350-dən sonraki tarixə aid olanları bizdən istəyir. Görək elə nə var burada. Ayrı-ayrı təbəqələrin nümayəndələrinin iştirak etdiyi hakimiyyət orqanının mövcud olması, bəli. Fransada bu baş ştatları idi. İngiltərədə isə belə deyək, parlament idi. Ona görə A variantı doğru cavabdır. Baş ştatlar 1302-də çağırılıb, parlament isə 1265-dir. Eyler-Venn diaqramı heç xəritə güclə düşüb burada. Bu ərazi Fransadır. Bu ərazi İngiltərədir. Görək elə nə istəyir bizdən. Kral Henriksin islahat keçirməsi təbii ki, İngiltərəyə aiddir. Bütün ölkə üçün vahid kral məhkəməsinin yaranmağa başlanması. Aha, bu da İngiltərə üçündür. Xaçlı yürüşlərində iştirak etməsi hər ikisi. Mərkəzləşdirilmə siyasətinin başlanması. Başlanması deyilsə bu Fransadır. Bunu bir təhər buradan Fransaya yazaq. İlk parlamentin çağırılması heç birinə aid deyil. İngiltərədə parlament 13-cü əsr idi, Fransada 14-cü əsr. Deməli, 1AB, 2D, 3DC. 23. 11-ci əsrin birinci yarısından fərqli olaraq. Yəni 1050-dən aşağı fərqli olaraq. Mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması. Mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması 1066-cı ildə. Aha, 1066-da qoyulub, yəni 11-dən fərqli olaraq
1-ci əsrin 11-ci əsrin ikinci yarısında doğrudur. Kral hakimiyyətinin mövcudluğu bu hər ikisində var idi. Əhalinin əmlakı və siyahıya alınması Henriksin islahatları misal üçün götürmək olar. Daha doğrusu Henriksdən əvvəl islahat olmuşdu, elə onu götürmək olar. Sonra 12-ci əsr. Təhkimli kəndlərin azad edilməsi. Xeyr. Vahid Kral Məhkəməsinin yaradılması. Vahid Kral Məhkəməsi. 2-ci Henriks. Bəli, götürmək olar. Şəhərlər özünə idarə hüququ qazandı. Xeyr. Burada da siyahıya alma Henriksə aiddir. Deməli, 1-ə A, C, 2-ə də B variantını götürmək mümkündür. 24. İngiltərə və Fransa. A-nı istəyir. İngiltərə aid olan. 14-cü yüzillikdə parlamentin çağırılması Fransadır. Azincourt döyüşündə qalib gəlməsi, bəli, İngiltərədir. 1415-ci ildə Azincourt döyüşü. Xaçlı yürüşlərində iştirak oxşar cəhətdir. Kəndi üsyanının baş verməsi hər ikisinin oxşar cəhətdir. Mərkəzləşdirilmiş dövlətin yaradılmasının başa çatması bu Fransadır. İngiltərədə Al və Ağ Qızılgül müharibələri dövründə Azərbaycanda və Osmanlıda. Al və Ağ Qızılgül müharibələri 1455-dən 85-ci ilə qədər olmuşdur. Bayandurlar sülaləsinin hakimiyyətə gəldi. Bayandurlar sülaləsinin hakimiyyətə gəlməsi bəli 1410-da. Yox, 1410-da. Bayandurlar sülaləsi deyirsə bu şeydir. Ağqoyunludur. Ağqoyunludursa belə Ağqoyunlu bu taxta hakimiyyətə gəlib. Mərkəzləşdirilmiş dövlətin yaranması, hələ o vaxt bizdə yox idi mərkəzləşdirilmiş dövlət. Səfəvilər olacaq mərkəzləşdirilmiş dövlət. Hərbi xidmət müqabilində soyurqal, bəli, istər Ağqoyunlu, istər Qaraqoyunlu vaxtında verilirdi. 1-ə A və C, 2-ə də Osmanlı dövləti. Paytaxtın İstanbul şəhəri idi. 1453-də paytaxt tutulur və paytaxt Osmanlı olur həmin vaxtda. Qanunlanma adlanan qanunlar toplusu, bəli, Süleymanın vaxtında düşür. Süleyman yox, 2-ci Məhmətin vaxtında qanunlar verilmişdir, düşür. Sultan Süleyman isə düşmür. Sultan Süleyman 16-cı əsrdir. Deməli, 1-ə A və C, 2-ə də A və B. D variantını doğru cavab kimi götürə bilərik. 100 illik müharibə dövründə, 100 illik müharibə 1337-ci ildən 1453-ə qədər, Teymurilərlə müharibə 1402, Trabzon İmperiyasının süqutu 1461-dir, düşmür. Ağqoyunlu, yəni Bayandurlu dövləti ilə müharibə 1478-dir, 73-dür, 72-dir, düşmür. Azərbaycanda qalibiyyətli müharibələr nəticəsində Baharlı sülaləsi, yəni 1410-cu ildə Qaraqoyunluların hakimiyyətə gəlməsi düşür. Cəlalilərin hakimiyyətə son qoyulması 1410 düşür. Hülaki dövlətin əsasının qoyulması 1200-lərdir, düşmür. 1-ə A, 2-ə də A və B. E variantını doğru cavab kimi götürə bilərik. İngiltərənin normal işğalları nəticəsində siyasi nəticəsini istəyir və sosial-iqtisadi nəticəsini. Şəhərlərin öz-özünə idarə hüququ xeyr, o buna aid deyil. Ölkənin siyasi birliyi möhkəmləndi. Mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu. Çünki 1-ci Vilhelmin gəlişi ilə. Sosial-iqtisadi, əhalinin siyahıya alınması, bəli, siyahıya alınması bunun vaxtındaydı, Vilhelmin vaxtındaydı. Kəndlilər əsasən təhkimli vəziyyətə düşdü. Əsasən təhkimli vəziyyətə, bəli. Vahid Kral Məhkəməsi Henriksin vaxtındaydı. Deməli, 1-ə B və C, 2-ə də A və B. 27-yi. 28. 13-cü əsrdən fərqli olaraq İngiltərədə. 14-cü və 15-ci əsrdə Fransa ilə müharibənin aparılması oxşar cəhətdir. Parlamentin fəaliyyət göstərməsi oxşardır. Parlament qoşunlarının verilməsində, parlament qanunlarının verilməsində iştirak etmək hüququ qazandı. Bəli, bu doğrudur.
Sonra 15-ci, daha doğrusu 2-ci bənddə Tüdörlər sülaləsinin hakimiyyətə gəlməsi. Aha, gedər. Çünki 1485-də hakimiyyətə gəlirlər. Mütləq monarxiyanın yaranma prosesinin başlaması, yəni başladı, bəli, gedər. Vahid kral məhkəməsi yarandı, xeyr, 13-cü əsrdir. Deməli, 1-ə C-ni, 2-ə də A-nı, B-ni götürsək, C variantını cavab kimi götürə bilərik. Klassik feodalizm dövrünə aid olan uyğunluğu istəyir Fransa və İngiltərəni verib. Klassik feodalizm. Əhalinin əksər təbəqələrin təmsil olunduğu nümayəndəli orqanların mövcud olması 1, 2 və 3 belə yazaq. Nümayəndəli orqanların mövcud olması, biz bunu götürəcəyik oxşar cəhət, yəni parlament söhbəti. Tüdörlər sülaləsi tərəfindən idarə edilməsi, bu İngiltərədir. Kəndli üsyanının baş verməsi oxşar cəhətdir. Xaçır yürüşlərində iştirak oxşar cəhətdir. Kreso döyüşündə məğlub olması isə Fransaya aiddir. Fransada 2, Y. B, Y, A, C, D. Eleven diaqramı Fransa, İngiltərə, müqəddəs Roma imperiyası. Xaçır yürüşlərində iştirak etməsi oxşar cəhətdir. Hər üçünə. Poitiers döyüşündə məğlub edilməsi Fransadır. Azincourt döyüşündə qalib gəlmək İngiltərə. Habsburglar sülaləsi tərəfindən idarə olunması müqəddəs Roma. Böyük azadlıqlar xəritəsinin qəbul edilməsi İngiltərə. 1-ə B, 2-ə C və Y, 3-ə D, 4-ə də A. 31-ci sual. Birinci xaçır yürüyüşündən fərqli olaraq, ikinci xaçır yürüyüşü və dördüncü xaçır yürüyüşü. İkinci xaçır yürüyüşü görək nə oluyor, nə baş verir. Deməli, Qudüs şəhəri ələ keçirildi. İkinci xaçır, Qudüs şəhəri birinci xaçır yürüyüşündə ələ keçirilmişdi. Feodalların rəhbərlik etdiyi Xaçlı ordusu məğlubiyyətə uğradı, bəli. Sonra Aralıq dənizi şərq sahilində Xaçlı dövləti yarandı. Bunlar hər ikisi birinci yürüyüşə aiddir. Dördüncü Xaçlı yürüyüşündə Konstantinopol ələ keçirildi. Bizansa da tamamilə son qoyulmadı. Qüdüsdəki azad edilmədi. 1-ə B, 2-ə də A variantı. 32-ci sual. Ottayli üsyanının səbəbi çəpərləmələr nəticəsində kəndlilərin torpaqsız qalması, xeyr. Təkimçilik hüququnun rəsmiləşdirilməsi, xeyr. Vergilərin artırılması idi Ottaylidə. Yoxsulların güzəranını pisləşdirən qanunlar idi. Qalxan pul söhbəti onsuz kəndlərə aid deyildi. 3 və 4 doğru cavabdır. 33. Ottayli üsyanının nəticəsində kəndlərin təkimçilikdən azad edilməsi sürətləndi. Vergi və mükəlləfiyyətlər ləğv edilmədi, təkimçilik ləğv edilmədi, vergilər bir qədər azaldıldı. Çəpərləmələr dayandırıldı. Əslində, Ottayli üsyanı nəticəsində kəndlərin vəziyyəti nisbətən rahatlaşmışdı. Norman işğalları. İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu. Bəli, Wilhelm 1066. Kral 2. Henriksin islahatları, Vahid Kral məhkəməsinin yaranmağa başlanması. Azincourt döyüşü, Orlean şəhərinin mühasirəsində xeyr, bu deyil. İlk parlamentə çağırılması, kralın əsas vəzifəyə düşməsi, bu da deyil. 1 və 2, 35. İngiltərədə kral özünü papanın vasalı elan etdi. Ottayli ilə üsyan baş verdi, əlaqəsizdir. Böyük azadlıqlar xəritəsinin imzalanması, şəhərlərə və azad kəndlərə məhdud hüquqlar verildi. Bəli, həqiqətən də verildi. Hastings döyüşü, İngiltərədə kralın ordusu məğlub oldu.
Bəli, normallar qalib gəldi. İkinci Henriksin islahatları əhali və əmlakı siyahıya alındı. Xeyr, o birinci Wilhelm idi. 36. 1650-yə qədər olan dövrü istəyir bizdən. İngiltərə Şimali Amerikada ilk koloniyalarının salınması, bəli, götürmək olar, James'in vaxtında. Rusiyada yeni sülalələrin hakimiyyətə gəlməsi, Romanovlar sülaləsini deyir, bəli. Şimal müharibəsinin başlanması o Pyotrun vaxtında idi, 1700-lərdə. Osmanlılara dövrü adlanan dövrün islahata keçirilməsi o ikinci yarısında idi, 1600-lərin. Səfəvi və İngiltərə arasında müqavilə imzalanması 1622, bəli. 1, 2 və 5. 37, 16, 11, 16-cı əsrlər dövrünə aiddir İngiltərə. İlk dəfə müstəmləkə işğallarının başlanmışdır 16-cı əsrdə, xeyr. 3-cü xaç yürüyüşündə fəal iştirak etmişdir, doğrudur. Habsburglar sülaləsi tərəfindən idarə olunmurdu. Reformasiya dövründə kralın başçılıq etdiyi kilsə yaradılmışdı, Anglikan kilsəsi. 100 illik müharibədə məğlub olmuşdur. Məğlub olmuşdur demək olar, çünki sən 100 il müharibə aparır, amma çox az bir ərazi işğal eləyə bil. Sonda sənə qalan ərazidən söhbət gedir. 38-ci sual, xronoloji ardıcıllıq. Wilhelmin İngiltərəni işğal etməsi, bu 1066-cı ildir. 100 illik müharibənin başlanması 1337-dir. Orlean mühasirəsinin azad edilməsi, bu 1428 olacaq, elə 28-də mühasirə alırlar, elə 28-də də mühasirədən çıxır. İlk parlamentin çağırılması 1265-dir. 1, 4, 2 və 3 olacaq. Sonra 39, Ottayler üsyanı 1381-dir. Fransada ilk dəfə baş ştatların çağırılması 1302-dir. 100 illik müharibənin başa çatması 1453. Tudorların İngiltərədə hakimiyyətə gəlməsi 1485. İndi nə oldu burada? 2, 1, 3 və 4. 40-cı sual. 1 Fransadır, 2 isə İngiltərədir. Müstəqil əmirliklərə parçalanması heç biri. 11-ci əsrdə mərkəzləşdirilmiş dövlət, 1066-cı il Hastings döyüşü, İngiltərə. Vahid Kral məhkəməsi 12-ci əsr İngiltərəyə aiddir. Henriks 100 illik müharibədə qalib gəlməsi Fransaya aiddir. Məğlub edilməz armada İspaniyadır. İspaniyada bax, buradadır. Deməli, 1-ə D, 2-ə də B və C variantı doğru cavab olacaq. Növbəti mövzumuz sizlə olacaq. Franklar və Frank dövlətində izahını verək. Hamısı elə bir mövzuda olsun. Franklarda birinci sual. Deyilir ki, verilmiş xüsusiyyətlərin hər ikisi aiddir. 14-cü əsrin əvvəllərində ölkədə ilk dəfə baş ştatlar, yəni 1302, vahid adda birləşdirilməsi Fransa söhbətidir. 14-cü əsrin əvvəllərindən başlayaraq Fransada çağırılmış məclis adlanırdı baş ştatlar. Roma papası ilə Fransa kralı 4-cü gözəl Filip arasında münaqişənin səbəbi Filipin kilsədən, yəni kilsə torpaqlarından vergi istəməsi idi. Sonra 100 illik müharibənin səbəblərindən birini biz Roma papasının təzyiqi, Roma papası söhbət deyildi, Şimali Almaniya söhbəti deyildi. İngiltərə kralının papa taxtına yox, Fransa taxtına. Köhnə İngilis mülkləri uğrunda xeyir, belə bir şey yox idi. Flandriya söhbəti idi ki, İngiltərə Flandriyanı istəyirdi, Fransa da Flandriyanı əldən vermək istəmirdi. Məsələ bu idi. Jakların üsyanı, bu gedəcək. Jak üsyanı 1358. Kresi döyüşü 1446.
100 illik müharibənin başa çatmasını deyirsə 1453. 2, 1, 3 doğru cavabdır. A variantı. Orleanın ardıcıllığını müəyyən edir. Xronoloji ardıcıllıq istəyir. Orleanın Janna d'Arc'ın qalib gəlməsi 1428 götürmək olar. Azincourt döyüşü 1415. Jakların üsyanı da 1358. 3, 2, 1. A variantı doğru cavabdır. Soru 7. Frank İmperiyası Fransa, Almanya və İtaliyaya parçalandı. Verden müqaviləsindən sonra Frank İmperiyası Almanya, İtaliya və Fransaya parçalandı. B variantı. İtaliya, Fransa və Almaniyaya parçalandı. A variantı. Feodal nərdivana daxil deyildi. Zəngəvar, baron, kral, kəndi təbii ki daxil deyildi. Kəndi hara daxil idi ki, feodal məhkəməsində kral nərdivana daxil olsun. Orta əsrlərdə Qərbi Avropada vassalı olmayan feodal təbii ki cəngavərlər idi. Hamısı kralın vassalı idi. Qraflar hersoq və baronların vassalı olur. Qraflar da cəngavərlərdir. Cəngavərlərdən aşağıda təbəqə yoxdur deyə kəndlilərdir. Onlar da ki vassal sayılmırlar da. Ona görə də cəngavərlərin vassalı olmur. Cəngavər özü asılıdır. Xlodvikin xristianlığı qəbul etməkdə əsas məqsədi təbii ki yerli əhalini öz tərəfinə çəkmək, öz hakimiyyətini də möhkəmləndirmək. Yerli əhali niyə öz tərəfinə çəkmək istəsin? Öz hakimiyyətini möhkəmləndirmək üçün. Fransa hökumətinin Xlodvikin hakimiyyəti dövrünə aiddir. İtaliya və İspaniya yürüş aid deyil. İlk qanunlar toplusu Salik qanunları, bəli. Saks tayfaları bu böyük qarıldı. Frank dövləti böyük qarıldı. Ərəblərlə müharibə böyük qarıldı. Və ya ki ərəblərlə müharibə böyük qararı götürmək olar. Sonra Frank hökmdarı böyük qarla aid deyil. Sakslarla müharibə aiddir. Şərqi Roma imperatoru elan edilməsi Bizans imperatoru. Xeyr, belə bir şey yoxdur. Özünü ümumi Roma imperatoru, müqəddəs Roma, bir növ Roma imperatorunun davamçısı sayırdı özünü. Da Şərqi Romanın yox. Roma papası tərəfindən imperator elan edilmişdi. Orduda xidmət edənlərə üzr istəyirəm. Orduda xidmət edənlərə torpaq verirdi. İspaniya ərəblərlə müharibə aparmışdı. Daha az mövcud olmuş imperiya Qərbi Roma imperiyası olacaq. Şərqi Roma imperiyası maşallah 5-ci əsrdən 15-ə qədər, Osmanlı desən 600 il, Səfəvi desən bir 16, 17, 18-in 250 ilə yaxın. Rusiya desən maşallah ki uzun müddət, yəni bir 18-ci əsrin 19-cu əsr, 20-ci əsrin əvvəlləri 200 ildən çoxdur. Amma Qərbi Romanın ömrü az oldu da. Qərbi Romanın ömrü 100 il olar olmazdı, yəni belə. Sonra feodal nərdivanı. Feodal nərdivanı budur. Kral, hersoq, qraflar, baronlar, cəngavərlər. Bax, bayaq bunu demək istəyirdim. Cəngavərlərdən aşağı heç kim yoxdur deyə. Cəngavərlərin belə deyə də asılı olduğu cəngavərlər özü asılıdırlar barondan. Da heç kim cəngavərdən asılı deyil. Feodal nərdivanda buraxılmış pillə krallar, qraflar və təbii ki baronlar. Bəzən qrafları tək yazır. Burada görürsünüz qrafla hersoqu birlikdə yazıb. Bəzən bura qraf yazar və ya hersoq yazar. İkisi də eyni anlayışdır. Hersoqlar, sonra gəldi burada baronlar, cəngavərlər. Xlodvikin Qalliyada Qazan xanın Azərbaycanda hakimiyyət dövründə görülmüş tədbirin oxşarlığını istəyir. Təbii ki, yerli əhalinin dininin qəbul etməsi. Qazan xan İslam dinini qəbul etdi, adı Mahmud qoydu. Xlodvikdəki xristianlığı qəbul etdi.
100 illik müharibə dövründə baş verməmişdi. 100 illik müharibə dövründə jakların üsyanı olub. Vatayli üsyanı 1481. Əslində bu düşmür. Bir dəqiqə. Vatayli üsyanı 1381 düşür. Hastings döyüşü 1066-cı il düşmür. Kresi döyüşü 100 illik müharibənin də Orlean azad edilməsidəki 100 illik müharibədədir. Hastings döyüşü isə bu müharibəyə aid deyil. O 1066-cı ildədir. Fransa tarixinə aiddir. Vatayli İngiltərədir. Baş ştatlar, jaklar, Augsburgdakı Almaniyadır. 2 və 3 doğru cavabdır. E variantını götürə bilərik. Fransa tarixinə aiddir. Koperniklə sülaləsinin hakimiyyətdə olması. Augsburg deyil. 3-cü Xaçlı yürüyüşündə iştirakdır. Şimal İttifaqının rəhbərliyi bu deyil. İsveçdir. İsveçli daha doğrusu Rusiyadır. İsveçə qarşı. 1, 3 E variantı. 15-ci əsrdə Fransa 100 illik müharibəyə başlandı. Xeyr, başa çatdı. İlk dəfə baş ştatlar 14-cü əsrdir. Mərkəzləşdirilmiş dövlət yaranması, bəli, 15-ci əsrdə mərkəzləşdirilmiş dövlət başa çatdı. Kimin tərəfindən? Daha 11-ci Ludovikin tərəfindən. Tudorlar İngiltərədədir. Kresi döyüşü də 1346-dır. Qərbi Avropada erkən feodalizm dövründə təhkimli kəndli. Erkən feodalizm deyir. Feod adlanan torpaqlara sahib idi. Bu feodal idi. Torpağını və şəxsi azadlığını saxlamışdı. Xeyr. Feodalın yanından çıxıb gedə bilməzdi. Bəli, çünki adı üstündə təhkim olunmuşlar. Torpağa bağlı qul deyildi, kəndli idi. Torpağını itirərək manufakturada çalışırdı. Xeyr, hələ o vaxtda manufaktura yox idi. Ərəblərin Qərbi Avropada irəlilənməsini dayandıran döyüş Patiya döyüşü 732-ci il C variantı. 2 dənə Patiya olub tarixdə. Biri 732-də, biri də ki 1356-cı ildə 100 illik müharibə vaxtı. 26. Soissons döyüşünün nəticələrinə aiddir. Franklar Qalliyada keçmiş Roma canişinini məğlub etdilər 486-cı ildə. Sonra Frank dövləti yaranır. Frank imperiyasının parçalanması nəticəsində 3 dənə böyük dövlət yarandı. Görək elə hansıdır? Feodal dağınıqlığı başlandı. İri feodalların kral hakimiyyətinə asılılığı artdı, asılılıq artmadı. Kral hakimiyyəti güclənmədi, feodal nərdivanı ləğv olunmadı, natural təsərrüfat tənəzzül etmədi. Sonra Soissons döyüşü ərəblərə aid bir döyüş deyil. Azincourt döyüşü İngiltərə, Fransadır. Almaniya, İtaliya, Hastings aid deyil. Bu İngiltərəyə aid bir döyüşdür. Qəznəvi dövləti və Səlcuqlu Dandənəkana aiddir. Səfəvi dövləti Osmanlı, Ankara aiddir. Osmanlı ilə Teymurlar arasındadır. Burada 4 və 2-ni, 2 və 4-ü doğru cavab kimi götürə bilərik. 28-də. 29. Qərbi Avropada klassik feodalizm dövründə feodal nərdivanı parçalanmadı. Feodal nərdivanı yaranmadı. Çünki erkən feodalizmdə yaranmış nərdivan. Mərkəzləşdirilmiş dövlətlər yarandı. Bəli, misal üçün elə İngiltərəni misal götürmək olar. Kapitalist münasibətlərin inkişaf etməsi o klassik feodalizmdən sonradır. Reformasiya hərəkatı klassik feodalizmdən sonradır. 30-cu sual. Fransa krallığı və Bizansa aid olan ümumi cəhəti istəyir. Müxtəlif tayfaların birləşməsi nəticəsində yaranması, xeyr. Hakimiyyət sualların bir-birini əvəz etməsi nəticəsində yaranması, xeyr. İmperiyanın parçalanması nəticəsində, bəli. Fransa krallığı Frank imperiyası nəticəsində yarandı. Bizansdakı Roma imperiyası nəticəsində. Bir neçə dövlətin birləşməsindən əmələ gəldi heç biri. Eyni əsrdə yaranmaları, xeyr. Biri yarandı 9-da, Bizans yarandı isə 5-də.
Frank krallığı, Frank hökmdarı Böyük Karol və Almaniya imperatoru 1-ci Otto. Burada B variantı doğru cavab olacaq. Çünki bunların hər ikisi özünü imperator elan etmişdilər. 31-də B variantını biz doğru cavab kimi götürə bilərik. Sonra bir dəqiqə. Aha, gəldi növbəti suala. Fransa hökmdarı Böyük Karol və Axın hökmdarı Mihrəqulu xana aid ümumi cəhət dövlətin ən qüdrətli vaxtına ola bilsin deyir. Bəli, idarə etdikləri dövrdə dövlətin ən qüdrətli vaxtına çatması, zirvəyə çatmasını götürə bilir. Uyğunluq istəyir. Qərbi Avropa 13-cü əsr, 14-cü əsr. Eldənizə dövləti süqut etdi. 13-cü əsr Qərbi Avropa nə Eldənizdir? İngiltərədə ilk parlament çağırıldı 1265, bəli. Wat Tylerin başçılığı üstü 1381-dir, 14-cü əsrdir. 14-cü əsr. İngiltərədə Normandiya Hersoqu 12-ci əsrdir bu. Qranada Əmirliyinin süqutu 15-dir. Fransada baş ştatların çağırılması 1302, 14-cü əsrdir, bəli. 1-ə B, 2-yə C. E variantını götürmək olar. 34. Mətnə əsasən Frank hökmdarı Böyük Karlın həyata keçirdiyi tədbirlərin nəticələrini müəyyən edin. Böyük Karl işğal etdiyi ərazidə xristianlığı yaydı. Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanı yenidən birləşdirdi. 800-cü ildə Böyük Karl Roma papası tərəfindən imperator elan edildi. Onun tac qoyma mərasimi Roma, xristian və Alman aləminin bir araya gəlməsini simvolizə edirdi. Feodal münasibətlərinə son qoyuldu, xeyr. Avropada ilk dəfə xristianlıq rəsmidir. Xristianlıq rəsmidir 313-də olmuşdu. Qədimi Roma imperiyası bərpa olundu, xeyr. Avropada yeni sivilizasiya yarandı. Bəli, yəni mərkəzləşdirilmiş sivilizasiya deyək də, bəli, yarandı. Roma imperiyasının parçalanması rəsmiləşdirildi, xeyr. Mətnə əsasən Frank imperiyasının süqutunun nəticəsini müəyyən edin. 843-cü ildə Böyük Karlın 3 nəvəsi Verden şəhərində Frank imperiyasını bölmək haqqında müqavilə bağladı. Bu bölüşdürmə nəticəsində sonralar imperiyanın əraziləri 3 krallıq Fransa, Almaniya və İtaliya yarandı. Bu krallıqların hər biri feodal mülklərinə, feodal mülklərin isə saysız hesabsız xırda feodallıqlara parçalandı. Aha. İndi görə nə istəyir? Avropada ilk dəfə monarxiya rejimi quruldu, xeyr. Feodal münasibətlərinə son qoyulmadı. Mütləq monarxiya hələ təşəkkül tapmayıb. 3 quldar dövlət, xeyr. Quldar deyildilər, feodal idilər. Feodal dağınıqlığı dövrü başlandı, bəli. Adı üstündə deyir, dövlət parçalanırdı feodallıqlara, feodallıqlar da parçalanırdı xırda-xırda mülklərə. Və aləm dəymişdi bir-birinə konkret. Sonra 36-cı sual. Mətnə əsasən 4-cü gözəl Filippin həyata keçirdiyi tədbirlərin nəticəsini müəyyən edin. 4-cü gözəl Filip kilsə torpaqlarına vergilər qoyması Roma papası ilə münaqişəyə səbəb oldu. O papaya qarşı mübarizədə ölkənin bütün təbəqələrin dəstəyini qazanmaq üçün 1302-ci ildə baş ştatlar adlanan məclis çağırdı. Aha. Bütün qanunverici və icraedici hakimiyyət baş ştatların əlində cəmləşdi, xeyr. Baş ştatlar krala heç bir köməklik göstərmədi əksinə. Papaya qarşı mübarizədə Fransa kralı qalib gəldi, bəli. Hətta papanı taxtdan salıb yerinə yeni bir papa keçirdi. Fransa tarixində ilk dəfə olaraq ruhanilər üsyanı baş verməsi, xeyr. Papa hakimiyyətini ləğv etmədi. 37. Karl Martel və Böyük Karl. Partiya döyüşünə ərəb qoşunlarını məğlub etdi Karl Martel. Buraya yazaq. Avar xaqanlığına qarşı mübarizə aparılması Böyük Karl. Fransa dövlətində ilk qanunlar toplusu Xlodvikdir. Ərəblərə qarşı mübarizə aparılması hər ikisinin oxşar cəhətdir.
Roma papası tərəfindən imperator Böyük Karoldur. 1-ə A, 2-yə B və Y, 3-ə D variantı. 38. Fransa dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Qədim Roma imperiyasının parçalanması. Fransa dövlətinin mövcudluğu 843-dən. Qədim Roma imperiyası ondan əvvəl idi. Axın ondan əvvəl idi. Qəznəvi dövlətinin meydana gəlməsi. Qəznəvi dövlətinin meydana gəlməsi. Frank dövlətinin deyirsə 843-ə qədərdir. Xeyr. Çünki bundan sonradır. 862-dir. Birinci Göytürk dövlətinin parçalanması 486-dan bu dövrə qədər idi də. Birinci Göytürk dövlətinin parçalanması 588-dir. Bəli, düşür. Şəddadın yaranması 971-də düşmür. D variantı düşür o illərin aralığına. 14-15-ci əsrdə yaranmış dövlətlərə aid deyil. Frank imperiyası 9-cu əsrdə yaranıb, belə bu aid deyil, digər hər biri düşür. Frank hökmdarı Böyük Karola aiddir. Aha. Fransanın birləşdirilməsi uğrunda mübarizədə kral hakimiyyətinin gücləndirilməsi. Xeyr. Patiyo döyüşündə bu Karl Marteldir. Şərq ölkələrinə qarşı xaçı yürüşləri başçılıq etməsi bunlar deyil. Şərq yürüşləri bunlardan sonradır. Qərbi Roma imperiyasının əsasının qoyulması heç biri. Avar xaqanlığına qarşı mübarizəni bəli Böyük Karl aparıb. Fransa hökmdarı Böyük Karola aiddir. Frank hökmdarı. Şimali Afrikanın işğalı bu deyil. Saks tayfalarının müqavimətsiz tabe etdi. Xeyr, müqavimət oldu. İspaniyada ərəblərlə müharibə aparıb. Birinci yürüyüşü görməyib. Sual sondakı Xlodvikin vaxtındadır. Uyğunluq gözlənilmişdir. Frank dövlətinin qüdrətinin belə deyək, ən qüdrətli dövrünə çatması Böyük Karolun hakimiyyət illərindədir. Bəli, doğrudur. Burada yanlış nədir? Franklar Abbasilər xilafətin qüvvələrini məğlub etdi Patiyo döyüşündə. Abbasilər yox, Əməvilər. Verden müqaviləsi əsasında imperiyası 3 nəvəsi arasında böldü. Frank imperatoru özü bölmədi, ölümündən sonra bölündü. Frank imperiyası parçalandı 8-ci əsr. Xeyr, 9-cu əsr. Frank imperatoru Xlodvik imperator deyildi. Fransada 12-ci əsrdən fərqli olaraq 13-cü və 14-cü əsrlərdə mərkəzləşdirilmiş dövlət yaranması siyasətində ilk addımlar atıldı. Xeyr. Kral hakimiyyəti mövcud idi, bəli. Bir dəqiqə. Kral hakimiyyəti ilə 12-ci əsrdə də mövcud idi. Kral torpaqlarının vahid pul sistemi. Kral torpaqlarında vahid pul sisteminin tətbiqi, bəli. 13-cü əsrdə olmuşdu. Sonra 14-cü əsr kral Roma papasını asılı vəziyyətə saldı. Aha. 4-cü gözəl Filip. Ölkəni vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı. Xeyr, 15-ci əsrdə. İngilislər tərəfindən işğal edilmiş torpaqlar tamamilə azad edildi. Xeyr. O da 1453, 15-ci əsrdə. 1-ə C, 2-ə də A variantı. B-ni götürə bilərik. 44. 100 illik müharibə başa çatan ildə Osmanlı, Azərbaycan 1453. Ankara döyüşü deyildi. Bizans imperiyasına son qoyuldu. Konstantinopolun işğalı. Paytaxt Yeni şəhərə köçürüldü. 2-də isə Baharlı Çarlısı hakimiyyətdə idi, bəli. Teymuri hakimiyyətin son qoyulması, xeyr. Alpana dövlətin əsası qoyuldu, xeyr. 1-ə B, C, 2-ə də A variantı. B-ni götürə bilərik, 45. Ərəb xilafəti Frank imperiyasının mövcud olduğu dövrdə.
Ərəb Abbasi ailəsi hakimiyyətdə idi, bəli. Paytaxt Bağdad idi, bəli. Əhalidən cizyə adına vergi alınmağa başlanması, xeyr. Azərbaycanda Mehranəs ailəsi, xeyr, hakimiyyətdə deyildi. Müsafirin başçılığı ilə ərəb zülmünə qarşı üsyan 848, 748, xeyr, düşmür. Xürrəmlər Babək rəhbərlik etməyə başlaması 816, bəli, düşür. 1 A, B, 2 C. İmperiya deyir, diqqət edin. İmperiya deyirsə 800-dən sonraya aid olanları istəyir. Frank dövlətinin mövcud olduğu dövrdə deməli 486-dan 800-ə qədər olan hadisələr Mehranəs ailəsi hakimiyyətdə olmuşdur, bəli. Albaniya 705 son qoyuldu, bəli. Əbümüslim üsyanının başçılığı ilə Əməvilərə qarşı üsyan yox, Abbasilərə qarşı üsyan qalxmışdı. 2-də görə nə istəyir? Sasani imperiyasında Soqdina vilayəti Göytürklər tərəfindən işğalı. Xeyr, bunu götürə bilmərik. Bir dəqiqə götürə bilərik ikisində. A variantı götürmək olar. Sonra Amid döyüşü, xeyr, düşmür. 359-dur, düşmür. Tizrov döyüşü 371, düşmür. Bunda 1-ə A və B, 2-ə də A variantı. C doğrudur. Frank hökmdarı Böyük Karla aiddir. İspaniya ərəblərlə müharibə, Qalliyanın işğalı, xeyr, Sakslarla müharibə, bəli, Frankların əsasını Xudavik qoyub 1-3. Vahid dövlətin parçalanması nəticəsində yaranmışdır. Fransa və Almaniya 2 və 4. Daha doğrusu 1 və 4. 2 və 4 nə idi valla? 1 və 4. Xlodvikin fəaliyyəti ilə bağlı deyil. Özünü Fransa kralı elan etməsi, xeyr. Vilayətlərə canişin kimi qrafları təyin etməsi, xeyr. Sakslarla, yəni bunlar aiddir. Özünü Fransa kralı elan etdi, bunlar aiddir. Sakslarla 30 illik müharibə Böyük Karldır. Poitiers döyüşündə ərəblərə bu Karl Marteldir. Romanı tutaraq özünü imperator elan elədi. Bu da buna aid deyil. Sonra 50. Böyük Karlın hakimiyyəti dövrünə aiddir. Frank imperiyasının parçalanması onun vaxtında olmadı. İlk qanun toplusu Xlodvikdir. Bizans imperiyası diplomatik əlaqələr yaratdı. Frank imperiyasının yaranması, bəli. 3 və 4 götürə bilərik. 51. Səlcuqlarla Bizansın müharibəsi, Bizansın Kiçik Asiyadakı mülklərini itirməsi, bəli, Malazgirt döyüşü, Azincourt döyüşü Fransızdan məğlub olması, bəli, Pinnə yarımadasında Reconquista hərəkatı, İspaniya və Portuqaliya krallıqlarının yaranması, bəli, 100-illik müharibənin başa çatması, Kalye limanı Fransızda yox, İngilislərdə qaldı, Vatali Rusiyanın yoxsulluğa qaçan mahsus qanunla gücləndirildi, xeyr, əksinə belə zəifləmə oldu. 1-2-3, 52. Fransa dövlətində Karl Marteldən fərqli olaraq Böyük Karl Frank qoşunlarının təşkilində dəyişiklik etdi. Xeyr, ərəb qoşunlarla mübarizə oxşar cəhətdir. Bir Karl Martelə aiddir. Bizans imperiyası diplomatik əlaqələr yaratmışdı. İmperator elan edilmişdi. 3 və 4. Bizans tərəfindən Bizans dövlətindən fərqli olaraq Frank dövləti ərəblərlə mübarizə aparmışdır. Bizansdan fərqli olaraq Frank hər ikisi ərəblərlə mübarizə aparıb. İmperator titulunu daşıyan hökmdar tərəfindən idarə edilməsi, xeyr, Bizansda da var idi imperator. İspaniyada bir sıra əraziləri Bizansda qazanmışdı Justinian vaxtında. Erkən feodalizm dövründə süqutu və Poitiers döyüşündə ərəbləri məğlub etməsi Franklara aiddir. 54 uyğunluğu istəyir. Poitiers döyüşündə qələbə qazanması, ərəblərin Avropada irəlilənməsinin qarşısı alındı. Soissons döyüşü Qərbi Roma İmperiyasının süqutu, xeyr. Azincourt döyüşü Fransanın şimalının İngilislər tərəfindən tutulması. Verden müqaviləsi imzalanması, Frank imperiyasının yaranması, xeyr. İmperiya əksinə parçalanması idi.
1 və 3. Xronoloji ardıcıllıq. Böyük Karol imperiyasının parçalanması 843. Frank dövlətinin yaranması 486. Ərəb dövlətinin yaranması 630. Roma imperiyası 862. Deməli 2, 3, 1 və 4. 56. Ottaylı Rusiyanı 1381. Jaklar Rusiyanı 1358. Hürremlər Hərəkatı 778. Kresi döyüşü 1346. 3, 4, 2 və 1. Xronoloji ardıcıllıq. Fransa Krallığının yaranması 843. Yusinian Sasanilər sülh müqaviləsi. Bu gedir 530. 530'lar gedir. Biz 530 götürək. Ərəb qoşunları üzərində mübarizə 732. Patiya döyüşü. Suaz sonunda qalib gəlməsi 486. Deməli 4, 2, 3 və 1. Xronoloji ardıcıllıq. Xəzər xaqanlığının süqutu. Xəzər xaqanlığının süqutu 965. Verden müqaviləsi 843. Xalqların böyük köçünün başlanması. Bunu biz götürək 4-cü əsr. Frank dövlətinin meydana gəlməsi 486. 3, 4, 2 və 1-i götürə bilərik. Mövzumuz buraya qədər. Hər halda ki, buraya qədər kifayətdir bir video üçün. İnşallah ki, növbəti mövzumuz səlib yürüşlərlə başlayacaq və ondan sonraki 2 mövzunun da izahını öz daxilində barındıracaq. Deməli, səlib yürüşlər, coğrafi kəşflər və Almaniya. Sağ olun, sağlıqla qalın.